Salamlar, hər birinizi xoş gördük. Bugün sizinlə bir yerdə DİM 2025 birinci hissə yeni topludan baxırıq. Kvadrat köklər həqqi üslü qüvvət mövzusunun birinci ad başlığına, yəni hesabı kvadrat kök və onun xassələrinə. Deməli, elə birinci tapşırığa başlayaq, baxaq. İlk öncə diqqət edin. Mən şərtə baxmazdan öncə baxıram bu ifadəyə və bu ifadədə kök altından 3a minus 3 minus a-nın kvadratı köklə gedir. Yəni köklə kvadratik hissə gedir. 3 minus a çıxır, lakin modulda 3 minus a olaraq çıxır. Çıxılsın a, çıxılsın 3'ü də olduğu kimi yazıram. Bizdə şərtdə deyir ki, a 3-dən böyükdür. A 3-dən böyük, məsələn 4-dür, 5-dir, nədirsə. 3-dən, məsələn, tutaq ki, a 4-dür. 3-dən 4'ü çıxanda bizdə modulun içərisi verir mənfi. Modulun içərisi mənfi olduğu üçün biz bunu moduldan çıxardıq da yerini dəyişib çıxardırıq. Modul daxilindəki ifadə mənfidirsə yerini dəyişib çıxardırıq. Axırsının olduğu kimi yazıram. Müsbətisi olduğu kimi çıxardırıq modulda. A'lar islah olunur və -3 bizə verir -6. Baxaq. Burada hər bir ayrı kök görürsünüz ikinci tapşırıqda. Hər biri müsbət olaraq çıxacaq moduldan. Yəni kök altında 15'in kvadratı olacaq kökdən müsbət kimi çıxacaq 15. -10'un kvadratı olacaq müsbət çıxılsın. Kökdə 7'nin kvadratı olacaq 7 çıxılsın. Kökdə -12'nin kvadratı o da olacaq müsbət 12 kimi. Deməli 15 10 25, 7 12 də çıxdıqda bərabər olur 6-ya. Digərində üçüncü tapşırıqda hər bir kökdən nəticəni aldıqda biz deməli müsbət yazacağıq. 13'ün kvadratını kökdən yazacağıq 13 üstə gələk. -8'in kvadratını yazacağıq müsbət 8 çıxılsın. Kökdə 8'in kvadratını 8, -6'nın kvadratını da yazacağıq 6 kimi. 8'lər gedir. 13'dən də 6 çıxdıqda bərabər olur 7'yə. Dördüncü sual. Dördüncü sualda vurub açmaq ən yaxşı versiyadır. Yəni sarı ilə gördüyümüz hissənin kökü ilk öncə birinci sarıya vuracağıq. Bir kökdə yaza bilərik. Yazacağıq kök altında 7,5 vurulsun 1,3 vurulsun. Sonra da kəsri yazırıq. 7,5 və 1,3. Arxası çıxılsın. Bir dəfə də bu gördüyümüz ədədi, yəni kök altında 7,5 vurulsun 1,3'ü bir dəfə də ikinci kökə vuracağıq. Yəni 1,3 bölünsün 7,5'ə. Birinci kökdə 1,3'lər ixtisar gedir. Kök altında 2 dənə 7,5 nəticə alınır. 1 dənə 7,5 çıxılsın. Digərində də 7,5'lər ixtisar gedir. 2 dənə 1,3 kökdən alınır. 1 dənə 1,3 çıxdıqda eləyir 6,2, yəni B variantı. Baxırıq 5-ci suala. 5-ci sualda vurub açmaq lazımdır. Necə vurub açmaq? Yəni mötərizəni vurub açırsınız. Ayrı kökün içərisini hesablamırsınız. Deməli birinci vurmalıyıq. 9,2 3,7'nin birinciyə, yəni kök altında bir kökdə yazırıq. 9,2 vurulsun 3,7 vurulsun. Digərinə vurur. Kök altında 9,2 3,7 vuracağıq, çıxılsın digər kökə. Yenə 9,2 və 3,7 hasilini vuracağıq. Bu dəfə ikinci kökə, yəni 3,7 bölünsün 9,2 bərabərdir. 3,7'lər ixtisar gedir. Bu tərəfdə də 9,2'lər ixtisar gedir. Kök altında 2 dənə 9,2'nin hasili alınır elə 9,2. Kök altında 2 dənə 3,7'nin hasili alınır 3,7. Çıxdıqda da eləyir 5,5 cavabı, yəni A variantı. 6-cı sual. 6-cı sualda məxrəci irrasionallıqdan azad etməkdən danışır. Məxrəci irrasionallıqdan
Azad etmək, yəni məxrəcin qoşmasına vurmaq deməkdir. Yəni 3 bölünsün. Burada kök altında 5 çıxılsın, kök altında 2. Bunu vururuq müsbətinə, toplamasına kök altında 5, üstə gələ kök altında 2. Məxrəci vurduğumuz üçün surəti də vururuq. Belə. Hər ikisini neynədim? Müsbətinə vurdum. Sonra arxası deməyin ki, ixtisar eləyirik. Adətən şagirdə deyir ki, ixtisar eləyirik. Bəs onu niyə vururduq? Sürət qalır 3, kök altında 5, üstə gəlinsin, kök altında 2. Bu tərzdə də yazıram. Məxrəcdə isə vurduqda bu a kvadratı minus b kvadratı. Yəni kök altında 5-in kvadratı 5, kök altı 2-nin kvadratı 2 olur 3. 3'lər ixtisar gedir. Alınır bizdə kök altında 5, üstə gələ kök altında 2 C variantı olur. 7-ci sualda. 7-ci sualda yenə qoşması neyinirik? Bu dəfə qoşmasına mənfisinə vururuq. Yəni 1 bölünsün, kök altında 2 üstə gələ kök altında 3'ü vururuq mənfisinə. Yəni kök altında 2 çıxılsın, kök altında 3. Yuxarını da vururuq. Çıxmasına kök altında 2 çıxılsın, kök altında 3. Bərabərdir. Sürət eləcə qalır kök altında 2 çıxılsın, kök altında 3. Məxrəc isə bizə düstur verir. A kvadrat çıxaq B kvadrat. Kökdə 2'nin kvadratı 2, kökdə 3'ün kvadratı 3 verir mənfi 1. Məxrəcdən mənfinin olması surətin ədədlərin yerinin dəyişməsi deməkdir. Və C variantı mənfi təsir edir. Də olur mənfi kökdə 2, müsbət kökdə 3. Bu şəkildə yazılır. Kökdə 3 çıxaq kökdə 2 olur. 8-ci sual. Bizdə P sıfırdan kiçikdir. Yəni nə olur olsun, biz şərtə baxmasaq əgər, bunu zaten kökdən çıxardarkən yazmalıyıq. Deməli, P-nin kvadratı yazmalıyıq. P-nin kvadratı modulda üstə gələ. Kökdə P-nin kvadratından alınır P. Bunu da yazmalıyıq modulda. Aşağıda da P çıxılsın 1 bərabərdir. Bizdə P sıfırdan kiçik, yəni mənfidir. Birinci modulda mənfinin kvadratı bizə verir müsbət. İkinci modulda P sadəcə P-dir. Bura verir mənfi. Əgər modulun daxilindəki ifadə müsbətdirsə, kök moduldan olduğu kimi çıxarılır. Əgər mənfidirsə, qarşısına mənfi verib çıxardır. Aşağıda da P çıxılsın 1. Surətdən P-ni vuruq çıxardıram, qalır P çıxılsın 1. Aşağıda da P çıxılsın 1'lər ixtisar gedir və eləcə alınır E variantı P. 9-cu suala baxırıq. 9-cu sualda. 9-cu sualda şərtə baxmazdan əvvəl ilk öncə bilirik ki, moduldan, kökdən nəsə çıxardığında bunu mütləq modulda yazmalıyıq. Kəsr xətti P üstü 4 kökdən çıxanda qalır P-nin kvadratı, lakin modulda çıxılsın. Kökdə P-nin kvadratı, bu da olur. Yenə modulda P olaraq, aşağıda da P plus 1 bərabərdir. Bundan iş bitmir. P plus 1 qalır. Biz baxırıq P sıfırdan kiçikdir. Mənfinin kvadratı bura verir müsbət. Eləcə P-nin özü olur mənfi. Birinci modul müsbətdir deyə olduğu kimi çıxarılır. Kökdən çıxılsın. İkinci modul mənfidir deyə qarşısına mənfi verilib çıxarılır. Kökdən bərabərdir. Burada 2 dənə mənfi bizdə olur müsbət. Yuxarıdan P-ni vuruq çıxardıram, olur P plus 1. Aşağıda da P plus 1. P plus 1'lər ixtisar gedir və alınır eləcə P, yəni E variantı. Baxırıq 10-cu suala. 10-cu sualda bunu 1 olaraq düşünüb, eləcə ortaq məxrəc eləyək. 20, 85 olaraq biz ortaq məxrəc eləməyək. Eləməyək. Yazaq 20. Eləyə də bilərsiniz, yəni fərq eləmir. 20. Kök altında 20 var aşağıda. Buna 4 vuraq 5 yazaq. 4-dən kök 2 çıxsın, 5 qalsın içəridə. Çıxılsın 16. 80-i 16 vuraq 5 yazaq. 16-dan kök çıxsın 4, amma 5 qalsın içəridə. Çıxılsın. Burada da 1 bölünsün. Kök altında 5 bərabərdir. İxtisar getsin. 2-ni 2-yə bölürəm 1, 20-ni 2-yə bölürəm 10. 4'ü 4'e bölürəm 1, 16'nı 4'e bölürəm 4. Ortaq məxrəc 3-ündə də olur kök altında 5. Qalır 10, çıxılsın 4, çıxılsın 1. 10, çıxılsın 4, çıxılsın 1. Bu da 5 bölünsün kök altında 5'dir. Əgər qoşmasına vursaq aşağını yuxarını kökdə 5. Aşağını yuxarını vururam kökdə 5'ə. İxtisar eləmirəm. Yuxarı qalır 5 kök altında 5. Məxrəci kökdə 5 vuranda 5. İxtisar gedir. Alınır eləcə kök altında 5. Baxırıq 11-ci suala. 11-ci sualda 10 kimidir.
Birinci elə kökdə 5'dir. Bunu saxlayıram. Yazaq bir dənə. Birinci elə kökdə 5'dir yazıram. 10 bölünsün kök altında 5 çıxılsın. Bilmirəm. Çıxılsın. 8 bölünsün kök altı 20'ni. 8 kök altı 20'ni 4 vurulsun 5 kimi yazıram. Yəni olur 2 kök altında 5 çıxılsın. O 5'i də 1 bölünsün kök altında 5 yazıram. Bərabərdir. İxtisar getdi oldu 4. Ortaq məxrac kök altında 5. Yuxarı olur 10 çıx 4 çıx 1. 10 çıx 4 çıx 1 bərabərdir. Olur 5 bölünsün kök altında 5. O da bərabərdir. 5'i kökdə 5'ə böləndə 5. Aşağı yuxarı kökdə 5'ə vururam. Aşağı yuxarı kökdə 5'ə vurdum. Bax, misalım bu idi. Aşağı yuxarı kökdə 5'ə vurdum. Yuxarı qalır 5 kök altında 5. Aşağıda da kökdə 5'i kökdə 5'ə vuranda 5. 5'lər ixtisar gedir. Qalır eləcə kök altında 5. Yəni D variantı. Yox, hə, düzdür. D variantı. Baxırıq 12-ci suala. Sumkamda var məvcud, götür. Deməli, 12-ci sual. 10 kök altında 7 və 0,7 x, y ilə ifadə edilir. Bu tipli suallarda ya solu sağa vurun, ya da solu sağa bölün. Bölmək daha yaxşıdır. Gəlin bölək. Vurmada bir şey alınmır. X, y olur. X, y ilə ifadə edilədiyi üçün bölmək daha yaxşıdır. Yəni x-i bölürəm y-a bərabərdir. 10 kök altında 7-ni də bölürəm kök altı 0,7-ni. Bunu kök altında 10'da 7 yazıram. Yaxşı. 0,7, 10'da 7 heç bir fərq eləmir. Sonra yenə arxasıca x bölünsün y. Deməli 10 kök altında 7 qalır. Məxrəc tərsinə çevrilir. Olur 7 də 10. Kökdə 7'lər ixtisar gedir. Olur 10 kök altında 10. Yəni x bərabər olur 10 kök altında 10 y-a. Hə, deməli cavab olur B variantı. Baxırıq 13-cü suala. 13-cü sualda o qaydada əgər birinin digərindən əvəz etdirirsə, o halda bölmək tövsiyə olunur. Yəni alt-alta yazıb normal oturub bölürsün. Yəni sol tərəfləri bölürəm, A-nı B-yə bölürəm. Olur A bölü B bərabərdir. 10 kökdə 3'ü də 0 kökdə 3'ə bölürəm. 0,3. Deməli 10 kök altında 3. Bu 0,3'ü mən kök altında 10'da 3 kimi yazıram. Bərabərdir. Sonra yenə A bölü B qalır. Bərabərdir. 10 kökdə 3 qalır. Sürət qalır, məxrəc tərsinə çevrilir. Olur kökdə 3'də 10. Kökdə 3'lər ixtisar gedir və qalır 10 kök altında 10. Əgər B də sağa vurularsa, olacaq A bərabərdir 10 kök altında 10. B, yəni olacaq E variantı. Baxırıq 14-cü suala. Deməli 14-cü sualda burada biz belə bir şey eləyək. 20'ni 4 vurulsun 5 yazaq. 20'lərin hamısını elə yazaq. 4 kökdən çıxır. Yəni 20'lərin hamısının yerinə 4 kökdən 2 çıxır. 2 kökdə 5 yazacaq. Yazırıq kök altında 5 üstə gələ 2 kök altında 5. Aşağıda da 2 kök altında 5 üstə gələk. Bu tərəfdə kök altında 5. Burada da kök altında 5 çıxılsın 2 kök altında 5 bərabərdir. Bərabərdir. Birincidə 2 kök altında 5 məxrəcdə qalır. Sürəti toplayanda eləyir 3 dənə kök altında 5 və kökdə 5'lər ixtisar gedir. Üstə gəlir. Burada da aşağıda kökdə 5 qalır. Yuxarıda kökdə 5'dən 2 kökdə 5 çıxanda olur mənfi kök altında 5. Kökdə 5'lər gedir. Qalır mənfi 1. 2'də 3, yəni 1,5. Bu tərəfdə də çıxaq 1. Olur 0,5. Yəni 2'də 1. 15-ci sualda.
15-ci sualda. Deməli 12-ni 4 vuraq 3 yaza bilərik. 12 4 vurulsun 3-dür kök altında. 4-dən də 2 çıxır, 3 qalır içəridə. Deməli hər bir 12-nin yerinə 2 kökdə 3 yazacağıq. Olur kök altında 3 çıxılsın 2 kök altında 3. Aşağıda kök altında 12 olur 2 kök altında 3 digərində. Kök altında 3, 12'nin yerine yazıram 2 kök altında 3 və aşağıda da kök altında 3. Məxrəcdə 2 kök altında 3 qalır. Kökdə 3-dən 2 kökdə 3 çıxanda eləyir mənfi kök altında 3. Burada da kök altında 3, kökdə 3 ilə 2 kökdə 3'ü toplayanda bu da eləyir 3 kök altında 3. Kökdə 3'lər gedir, kökdə 3'lər gedir. Yuxarıda 1 qalır. Yəni qalır mənfi 2-də 1 üstə gəlir. Burada da eləcə 3 qalır. Mənfi 2-də 1 bizdə mənfi 0,5 deməkdir. Üstünə də 3 gələndə eləyir 2,5. Yəni olur B variantı. Baxırıq 16-cı suala. Buranı təmizləyək. Deməli 16-cı sualda. A sıfırdan kiçikdir, B sıfırdan böyükdür. A kiçikdir 0, kiçikdir B. Məsələn, A mənfi 3'dür, B də 4'dür. Tutaq ki, 3 də götürə bilərsiniz. Yəni, sizin necə ürəyinizdir. Birincidə. Kök altında A minus B'nin kvadratı. Burada kök ilə kvadratik hissə gedir, qalır modulda A çıxılsın B üstə gələk. Digərində də kök altında 16A kvadratından da alınır 4A. Bunu da yazırıq modulda. Bizdə diqqət eləsə A mənfidir. Ona görə içərini araşdırmaq lazımdır. A mənfi 3'dür, çıxılsın B də 4'dür. Mənfi 3, mənfi 4 verir mənfi. Deməli modulun içərisi mənfidir. Sonra digərində də A-nı biz mənfi 3 kimi qeyd elədik. Modulun içərisi burada da mənfidir. Hər birində modulun içərisi mənfi olduğu üçün, deməli birincidə modulun içərisi mənfidir. Yerini dəyişdirib çıxardacaq. B çıxılsın A, böyükdən kiçiyi çıxardacaq. İkincidən modulun içərisi mənfidir və çölə mənfi verəcək. Yəni burada da çölə mənfi vermiş oluruq. Burada da. Sadəcə burada çölə mənfi verəndə dəyişir yeri. Olur B çıxılsın A, çıxılsın 4A. O da olur B çıxılsın 5A. E variantı. Baxırıq 17-ci suala. 17-də belə bir şeylə aşağını yuxarını qoşmasına vuraq. Məxrəcin qoşmasına vuraq. Yəni belə eləyək. Bir kökdə yazaq. Bir kökdə yazanda bura 4 kök altında 4 plus kök altında 15'dir. Aşağıda 4 minus kök altında 15'dir. Aşağını yuxarını vuraq məxrəcin qoşmasına. Yəni məxrəcin qoşması 4 plus kök altında 15 deməkdir. O zaman mən surəti də 4 plus kök altında 15'ə vururam. Bu da bütöv kök. Bu mötərizədə yazılmalı idi. Belə yazdıq. İndi burada yenə bütöv kök yuxarı olur 4 plus kök altında 15'dən 2'dən olur kvadratı. Məxrəcdə isə A minus B A plus B şəklində 4'ün kvadratı çıxılsın kök altında 15'in kvadratı olur. 4'ün kvadratı 16 çıxılsın 15 məxrəc olur 1. Bizdə qalır sadəcə bu, yəni kök altında 4 plus kök altında 15'in kvadratı. Və köklə kvadrat gedir, alınır 4 plus kök altında 15. Arxasıca da çıxılsın kök altında 15. Kök altında 15'lər gedir, qalır sadəcə 4. Baxırıq 18-ci suala. On 18-ci sualda yenə eyni qayda məxrəcin qoşmasına vurmaq lazımdır. Bir kökdə yazıram və kəsr xətti çəkirəm. Bu 3 plus kök altında 8'dir. Digəri də 3 minus kök altında 8'dir. Nə edirəm? Vururam məxrəci də, surəti də müsbətlərinə. Məxrəci vururam 3 plus kök altında 8'ə, yəni qoşmasına. O zaman sürəti də eyni şeyə vurmalıyam. Kök altında 8'ə vururam. 3 plus kök altında 8. Kök altında yuxarıda olur 3 plus kök altında 8'in kvadratı. Aşağıda isə A minus B, A plus B düstur verir. Yəni olur 3'ün kvadratı çıxılsın kök altında 8'in kvadratı. 9 çıx 8 olur. 9 çıx 8 bura verir 1. Bizdə qalır kök altında sadəcə 3 plus kök altında
Kök altında bura 8'dir. 3 plus kök altında 8'in kvadratı. Köklə kvadrat gedir. Eləcə qalır 3 plus kök altında 8. Arxa hissədə bizdə çıxılsın 2 kök altında 2 var. Çıxılsın 2 kök altında 2. 2 kök altında 2 nə deməkdir? Kök altında 8'i 4 vurulsun 2 yazaram. 4'dən kök 2 çıxır. O birisi 2 də qalır içəridə. 4 çölə çıxır 2 kökdə 2. Deməli kökdə 8 ilə 2 kökdə 2-dir. İslah olunur. Sadəcə qalır bizdə 3. 19-cu sual. 19-cu sualda 19-cu sualda. Deməli, birinci 2 kök altında 18'i saxlayıram. Necə saxlayıram? Yazıram 2 kök altında 18'i 9 vuraq 2 kimi yazıram. Çıxılsın. İkinci ifadəni kvadrata yüksəldirəm. Olur. Kök altında 6'nın kvadratı. Mötərizədə yazaq da. Üstə gələ 2 misli kök altında 6 yazmasaq da olar bunu 18. Qalacaq əlini deyəcəm niyə. Vurulsun kök altında 3. Üstə gələ arxası hissədə kök altında 3'ün kvadratı bərabərdir. Bunu elə saxlayıram. Niyə? Bununla bu bizə eyni şey verir. Saxladım. Ayırmaq, kökdən çıxarmaq istəmirəm. Kökdə 6'ın kvadratı 6 olur. Çıxaq 6. Bura olur 2 kökdə 18 olur. Çıxılsın 2 kök altında 18'də islah olunur. Və 3. Bu da olur. Çıxılsın 3. İndi mənfi 6, mənfi 3 bizə verir mənfi 9'u. Baxırıq 20-ci sual. 20-ci sualda vurğu kök işarəsi altına salın. Deməli yazı B 6 bölünsün B bərabərdir. B içəri girəndə B'nin kvadratı kimi girir. Vurulsun da 6 bölünsün B. Burada B'lər ixtisar gedir. Qalır eləcə kök altında 6B. Bizdə şərt falan yoxdur. Normal elə kök daxilinə salırıq. Vurğu kök işarəsi altına salın deyir bizə. Deməli A kök altında 7 bölünsün A. A içəri girir. Buradakı A kvadratı kimi vurulsun. 7 bölünsün A. A'lar ixtisar gedir. Qalır kök altında eləcə 7A, yəni A variantı. Baxırıq 22-ci suala. B sıfırdan kiçikdir bizə kökdən çıxarmaq lazım. Kök altında 64 A B'nin kvadratı. Biz demişdik ki kökdən çıxardığımız hər şeyi modulda çıxardırıq. Yəni 64 kökdən çıxır olur 8. B kvadratı kökdən çıxır olur B. Mütləq modulda yazmalıyıq. A da qalır eləcə içəridə. Deməli bizdə 64 kökdən çıxdı, B kvadratı çıxdı 8B kimi. A da qaldı içəridə. Lakin bir dənə məsələ var. Bizdə deyir ki B sıfırdan kiçikdir. Yəni B mənfidir. Biz mənfi olan modul daxilindəki ifadə mənfidirsə onu kökdən çıxardanda, moduldan çıxardanda qarşısına mənfi qoymalıyıq. Bir daha deyirəm. Modul daxilindəki işarə mənfidirsə qarşısına mənfi qoyub çıxardırıq. A da qalır içəridə. Olur mənfi 8B kök altında A. Dəyişənin hansı qiymətlərinin ifadənin mənası var? Kök altında mənfi 10, üstə gələ 5x. Bu ifadənin mənası olması üçün mütləq kök altındakı ifadə, yazılmış bütöv ifadə sıfırdan böyük bərabər olmalıdır ki, mənası olsun. 5x qalır, böyük bərabər, mənfi 10 keçir sağa olur, müsbət 10. Hər tərəfi 5'ə bölürəm, olur 10 bölünsün 5, 2. Yəni nə olmalıdır? 2'dən böyük olmalıdır və 2 də daxil olmalıdır. 2 müsbət sonsuzluq. Baxırıq 24-cü suala. 24-cü sualda deyir ki, dəyişən ifadənin mənası var. İfadənin mənası olması üçün bizə yazıb kök altında 5 çıxılsın 10x. Mütləq kök altı ifadə, yəni 5 çıxılsın 10x mütləq sıfırdan böyük olmalıdır. 10x'i keçirdək bu tərəfə, olur 5, sağda olur 10x. Birinci 10x'i yazarıqsa kiçik bərabərdir 5, yəni belə yerini dəyişirəm. O zaman bərabərsizdə yəni 10x kiçikdir, yenə kiçikdir. Hər tərəfi də 10'a bölürəm, olur x. 5'i 10'a da böləndə, yəni 0,5. Bizdə variantlarda 0,5 olmadığı üçün x kiçikdir, 0,5, 2 də 1-lə yazıram. Deməli olur 2 də 1-dən mənfi sonsuzluğa qədər, yəni 2 də 1-dən kiçiklər solda olan hissələr və 2 də 1 də daxildir. Mənfi sonsuzluq 2 də 1. Baxırıq bu 4 tip suala. Deməli, aralığında deyir neçə tam ədəd var. Birinci bu ədədləri biz tapmalıyıq. Kök altında 2,
Təqribi yazaq görəsən. Belə bir şey eləyək də onda. Deyim. Məncə hamısı kökünü bildiyimiz ədədlərdir. Kök altında 2 çıxılsın 1 araşdıraq. Kök altında 2 çıxılsın 1 bərabərdir. Kök altında 2 bizdə olur 1 tam nə qədəsə. Düzdür? Bundan da 1 tam çıxanda olur 0 tam nə qədəsə. Niyə nə qədəsəsini yazmıram? Yaza da bilərsiniz. Məsələn, kök altı 2-yə yaza bilərsiniz 1 tam 14 yazmaya da bilərsiniz. İndi baxıram kök altında 5. Bunu da göynə yazaq. Sonra baxıram kök altında 5 üstə gələk 1 bərabərdir. Kök altında 5 2 tam nə qədəsədir? Çünki kök altında 5 kök altında 4 ilə kök altında 9 arasındadır. Yəni kök altı 5-dən kök altı 5-ə yaxın, ondan kiçik olan ən kiçik kökü çıxan ədəd kök altında 4-dür. Olur 2 tam nə qədəsə, üstünə də 1 tam gələndə olur 3 tam nə qədəsə. İndi bizə deyir ki, həmən bu baxmışıq, deməli 25-ci suala. 0 tamla 3 tam arasında nə qədər var? 1 tam var, 2 tam var və 3 tam var. Neçə tam ədəd var? 3 tam ədəd var. Gəlin baxaq 26-cı suala. 26-cı suala. 26-da kök altı 2 çıxaq 5. Kök altında 2 çıxılsın 5 yazın. 2-dən təxmini çıxır 1 tam nə qədəsə. Bundan da 5 çıxanda tutaq ki 1 tam onda 4-dür də misal üçün. 5 çıxanda eləyəcək mənfi 3 tam nə qədəsə, yəni 3 tam onda 6 və s. 3 tam. Bizə lazımdır həmən bu mənfi 3 tam olan hissə. Sonra arxasıca kök altında 2 plus 1 yazıram. Kök altında 2 1 tam nə qədəsədir. Üstünə də 1 tam gələndə olur 2 tam nə qədərsə. İndi mənfi 3-dən düşürük 0-a qədər və mənfi 3-dən 0-a qədər var mənfi 3, var mənfi 2, var mənfi 1, natural, tam deyir də hamısında. Mənfi 1, 0, sonra 0-dan qalxırıq 2-yə qədər. 1, 2, neçə dənə oldu? Ümumi oldu 6 dənə. Baxırıq 27-ci suala. 27-ci sualda. Bunun hamısını birdən yazmışam ki, kim hansı sualda gəlsə çevirsin, əvvəlkilərə də baxsın. Kök altında 3 çıxılsın 2. Kök altında 3 1 tam nə qədəsədir? Təxmini 7-dir. Bunun kəsr hissəsi bizə lazım deyil. 2 də çıxanda olacaq mənfi 0 tam nə qədəsə. Elə bir ki, qalır 3. Bizə lazım deyil. Mənfi 0 tam nə qədəsəsi lazımdır. Arxasıcam kök altında 7 üstə gələk 1. Kök altında 7 yenə 2 tam nə qədəsədir. Üstünə də 1 tam gələndə eləyəcək 3 tam nə qədəsə. İndi mənfi 0 bizə lazım deyil. Yəni mənfidədir. Arada var bir dənə 0, sonra 1, 2 və 3 tam. Neçə dənə olacaq? 4 dənə olacaq. Baxaq 29-cu, 28-ci suala. 28-ci sualda kök altında 3 çıxılsın 1-ə baxıram. Kök altında 3 çıxılsın 1. Kök altında 3 1 tam nə qədəsədir. Bundan da 1 tam çıxanda olur 0 tam nə qədəsə. Sonra kök altında 5 üstə gələ 2. Kök altında 5 2 tam nə qədəsədir. Üstünə də 2 tam gələndə olur 4 tam nə qədəsə. İndi 0 yaza bilmərik bura. Məsəl üçün bu əgər 0 tam onda 5-dirsə, tutaq ki də bura 0 yaza bilmirik. 0 tam onda 5-dən böyük 1, 2, 3 və 4-ü keçə bilmirik. 4-ün özü neçədən olacaq? Bu da olacaq 4 dənə. İndi baxaq 29-cu suala. 29-cu sual sadə suallardan biridir. Hər bir kökün qiymətini tapıb, özündən böyük kökdəki ifadədəki ədədləri toplayırız. İndi gəlin belə bir şey eləyək. Belə. Kök altında 9, kök altında 9 alınır 3. 13 ilə 3-ü toplayıram 16, buradakı kökdən alınır 4. 4. Sonra 21 ilə 4-ü toplayıram 25, buradakı kökdə alınır 5. Sonra 4 ilə də 5-i toplayıram, alınır kök altında 9, bu da deməkdir 3. Gəlin digərinə baxaq. Deməli, kökdə 4-dən alınır 2. 23 ilə 2-ni toplayıram 25, 25-dən alınır 5.
Sonra 21'dən 5 çıxıram 16, 16'dan alınır 4. Sonra 32 ilə 4'ü toplayıram olur 36, 36'dan da kök alınır 6. Səhvən beyni yazacaqdım baxın. Baxıram 31-ci suala. 31-ci sualı üstündən buradan yazıram. Deməli 31. 31. Kökdə 75, 25 vurulsun 3'dür. 25 vurulsun 3. 25'dən kök çıxır 5, 3 qalır içəridə. Üstə gəlir. 108, 36 vurulsun 3'dür. 36'dan kök çıxır 3 qalır içəridə. Çıxılsın. Siz elə hasil kimi yazmalısınız ki, birindən kök çıxsın, birindən çıxmasın. 16'dan kök çıxır 4, 3 qalır içəridə və hesablana bilsin. Məsələn, bu 48'i 4 vuraq 12 də yazmaq olar. Oradakı 12 bizim heç bir işimizə yaramır. 5 kökdə 3, 6 kökdə 3 eləyir. 5 kökdə 3, 6 kökdə 3, 11 kökdə 3, 4 kökdə 3 də çıxanda qalır 7 kök altında 3. Baxaq 32-ci suala. 32-ci sualda hər birini hasil kimi yazacağıq. 8'i 4 vuraq 2 yazıram. 4'dən kök çıxır, o birisi 2 qalır içəridə. 4 var burada. 27'ni 9 vurulsun 3 çıxıram. 9'dan 3 çıxır çölə. 4 ilə vurulur. Olur 12 kök altında 3. Çıxılsın. 48'i də 16 vurulsun 3 yazıram. Nəsə var ya burada alınmır cavab. 48'i də 16 vurulsun 3 yazıram. 16'dan da kök 4 çıxır. Olur 12 kök altında 3. Səhvlik var. Yaxşı. 12. Ha yox imiş. Sonra üzr istəyirəm. Bunlar elə islah olunur. Qalır sadəcə 2 kök altındakı. Çox üzr istəyirəm əzizdim. Baxırıq 33-cü suala. 33-cü sualda yazırıq. 50'ni yazıram. 25 vurulsun 2. 25'dən 5 çıxır. 2 qalır içəridə. Üstə gəlir. 32'ni yazıram. 16 vurulsun 2. 16 vuraq 2 yazdım. Lakin 16'dan kök çıxır 4. Bu da qabaqdakı 2 ilə vurulur. Olur 8. 2 qalır içəridə. Çıxılsın. 98'i də 49 vuraq 2 yazıram. 49'dan 4, 7 çıxır 2 qalır içəridə. 5 kökdə 2, 8 kökdə 2 eləyir. 13 kökdə 2, 7 kökdə 2 də çıxanda qalır 6 kök altında 2, yəni D variantı. Kök altında 13'ün kəsir hissəsini tapmaq üçün biz birinci bilməliyik ki, kök altında 13'dən təqribi nə qədər çıxır. Kök altında 13, kök altında 9 ilə kök altında 16 arasındadır. Yəni 3 ilə 4 arasındadır. Yəni bu ədəddən kök altında 13'dən təqribi alınır 3 tam nə qədərsə. Hətta bura bərabər də yaza bilərik də. Çünki dəqiq tamını 3 tam nə qədərsə olduğunu bilirik. Əgər kök altında 13'ün tam hissəsi 3'dürsə, deməli biz kök altında 13 ədədindən tam hissəsinin 3'ünü çıxsaq, alınır nə? Kəsir hissə. Deməli bizdə həmən bu kəsir hissə kök altında 13, kəsir hissə kök altında 13 çıxılsın 3'dür. Bizə deyir ki, kəsir hissə ilə kök altında 13 plus 3'ün hasilini deyir tap. Bu da bizdə düstur verir. A minus B, A plus B. Kökdə 13'ün kvadratı verir 13. 3'ün kvadratı verir 9 və o da bərabər olur 4. 35-ci sual. 35-ci sualda kökdə 19'un tam hissəsini bizə deyir. Biz birinci yenə bilməliyik ki, kök altında 19 hansı iki tam ədəd arasında yerləşir. İndi kök altında 19. Kök altında 19'dan kiçik və böyük kökdən çıxanları yazırıq. Yəni 16 və 25. Bu o deməkdir ki, kök altında 19 4 ilə 5 arasında yerləşir. 4 ilə 5 arasındakı bir ədəddir. Yəni kök altında 19 təxmini 4 tam nə qədərsədir. Deməli, kök altında 19 4 tam nə qədərdirsə, bunda tam hissəsi 4'dürsə, kök altı 19'dan tam hissəni çıxsaq bizə verir kəsir hissə. Həmən deyir kəsir hissə ilə bu cəmi deyir 19 plus 4'ü deyir vur bir-birinə. Bunu buna vurmaq üçün kök altı 19'un kvadratı 19, 4'ün kvadratı 16 verir bizə 3'ü. 36.
36-cı sualda ortaq məxrəc eləməliyik. Məxrəci irrasionallıqdan da azad eləyə bilər. Hər iki kəsrdə belə hasil də yaza bilər. Məxrəclərin hasili kimi yazıram. Məxrəci. Yəni yazıram belə. Kök altında 7 çıxılsın kök altında 5 ilə ortaq məxrəc bunların ikisinin hasilini götürürəm. Kök altında 7 üstə gələ kök altında 5. İkisinin hasilini götürdüm. Bizdə qayda belədir ki, ikisinin hasilini götürəndə birinin məxrəci digərinin sürətinə vurulur. Yəni kökdə 7 vurulur, kökdə 7 üstə gələ kökdə 5-ə çıxılsın. Bu da bura vurulur. Yəni kök altında 5. Bu da kökdə 7 çıxılsın kök altında 5. Bərabərdir. Məxrəcə baxaq. Məxrəc A minus B, A plus B. Yəni kökdə 7-nin kvadratı 7, kökdə 5-in kvadratı 5. Sürəti vuraq. Kökdə 7-nin kökdə 7-yə vuranda 7. Kökdə 7-nin kökdə 5-ə vuranda kökdə 35 çıxılsın. Kökdə 5-i 7-yə vuranda kökdə 35. Mənfini mənfiyə vururuq. Mənfi kökdə 5, mənfi kökdə 5. O da olur müsbət 5. Kökdə 35-lər islah olunur. Məxrəc olur 2. 7 ilə 5-i toplayıram 12. 12-ni 2-yə böləndə cavab olur 6. Baxırıq 37-ci suala. 37-ci sualda yenə ortaq məxrəc eləyəcəyik. Deməli, ortaq məxrəc hər iki məxrəcin hasili kimi götürürəm. Olur kök altında 13 çıxılsın kök altında 11. Burada da kök altında 13 üstə gələ kök altında 11-in hasili. Bizə demişdik ki, məxrəc ikisinin hasilini götürəndə birinin məxrəci digərinin sürətinə vurulur. Yəni kök altında 13 vurulur kök altında 13 üstə gələ kök altında 11-ə. Sonra çıxılsın. Bu tərəfdən də kök altında 11-ə vurulur. Bu da olur kök altında 11, kök altında 13, çıxılsın kök altında 11. Ortaq məxrəc, ortaq məxrəc olan hissəni bunu vururuq. Bu da kök altında 13-ün kvadratı, yəni 13 çıxılsın kök altında 11-in kvadratı, yəni 11 deməkdir. Müxtəsər vurma düsturu. Yuxarıdan birinci hissəni vurub açıram. Kökdə 13-ü kökdə 13-ə vuranda 13, kökdə 13-ü 11-ə vuranda 13 eləyir 143. Çıxılsın. Kökdə 11-i kökdə 13-ə vuranda olur 143 və mənfi kökdə 11, mənfi kökdə 11-ə vuranda olur üstə gələ 11. 143-lər getdi. Aşağıda 13-dən 11 çıxıram 2, yuxarıda 13-dən 11-i toplayıram olur 24. 24 bölünsün 2 cavab olur C variantı. Baxırıq 38-ci suala. Kəsrin məxrəcini irrasionallıqdan azad edin deyil. Bizə məxrəci irrasionallıqdan azad etmək üçün ümumi kəsrin sürətini və məxrəcin qoşmasına vurmaq lazımdır. Yəni 3-ü saxlayıram yuxarıda. Aşağıda 2 kök altında 3 çıxılsın 3-dür. Vururam müsbətinə 2 kök altında 3 üstə gələ 3. Yuxarına da vururam 2 kök altında 3 üstə gələ 3-ə bərabərdir. Yazıram buranı. Sürəti vuranda qalsın hələ ki belə. 2 kök altında 3 üstə gələ 3. Məxrəcin ikisini bir-birinə vurduqda mənfi müsbət olaraq fərqcə A kvadratı çıxaq B kvadratını verir bizə. Yəni 2 kökdə 3-ün kvadratı bir yerdə kvadratı 4 olur 12 çıxılsın. Bir dəfə də 3-ün kvadratı 9. 12-dən 9 çıxdıqda 3. Bu da yuxarıdakı 3 ilə ixtisar gedir. Qalır eləcə 2 kökdə 3 üstə gələ 3. Yəni cavab olur D variantı. Baxırıq 39-cu suala. 39-da aşağını bu dəfə yenə mənfisinə vururam. Deməli 3 qalır yuxarıda. Yuxarını da vururam. 2 kökdə 3 çıxılsın 3-ə. Məxrəc də bizdə 2 kökdə 3 üstə gələ 3-dür. Burada da yenə vururam çıxmasına. Çünki məxrəci irrasionallıqdan azad etdik. Bu halda sürətlə məxrəci də qoşmasına vururuq. Yuxarı qalır olduğu kimi 3, 2 kök altında 3 çıxılsın 3. Aşağıda vurduqda isə A plus B və A minus B-nin hasilidir. 2 kökdə 3-ün kvadratı 4 vur 3 olur 12. 3-ün kvadratı da olur 9. 12 çıx 9 verir 3. Yuxarıdakı 3 ilə ixtisar gedir və bizdə sadəcə qalır 2 kökdə 3 çıxılsın 3. Yəni
C variantı. Baxırıq 40-cı suala. 40-cı sualda ortaq məxrəci eləyəcəyik. Ortaq məxrəc dedikdə 2 dənə məxrəcin hasilini yazacağıq. Deməli, yazıram belə 2 dənə məxrəcin hasili kök altında 5 çıxılsın kök altında 7 və digərinin məxrəci kök altında 5 üstə gələk kök altında 7. 2 məxrəcin hasilini yazdıqda birinin məxrəci digərinin sürətinə vurulur. Yəni olur belə kök altında 5 üstə gələk kök altında 7-nin kvadratı üstə gələk. Burada da çıxması vurulur o birisinin çıxmasına. O da kök altında 5 çıxılsın kök altında 7-nin kvadratı. Aşağı bizdə düsturdur. A minus B, A plus B olaraq. Bir dəfə yazacağıq A-nın kvadratı 5. Bir dəfə yazacağıq B-nin kvadratı 7. Yuxarıda bizdə tam kvadratın düsturudur. A-nın kvadratı kökdə 5-in kvadratı 5. İkisinin hasilinin 2 misli eləyir. 2 kök altında 35. Üstə gələk kökdə 7-in kvadratı da 7. Sonra kökdə 5-in kvadratı 5 çıxılsın. İkisinin hasilinin 2 misli 2 kök altında 35. Üstə gələk kökdə 7-in kvadratı da 7 bərabərdir. 5-dən 7 çıxıram. Aşağıda qalır -2. 2 kökdə 35'lər gedir. 5, 7, 12, üstünə 5, üstünə 7 eləyir 24. 24'ü 12 2'ye bölürəm. 12 və qarşısında mənfisi ilə də olur. -12. Baxırıq 41-ci suala. 41-ci sualda ortaq məxrəc eləyəcəyik. Ortaq məxrəc dedikdə götürəcəyik hər ikisinin məxrəcinin hasilini. Yəni 9 üstə gələk kökdə 5 ilə olacaq. Məxrəc 9 çıxılsın kök altında 5. Sonra arxasıca əgər 2 hasili götürmüşüksə, məxrəclərin ikisinin hasilini götürmüşdüksə, derdik ki, birinin məxrəcini digərinin sürətinə vururuq. 9 çıxılsın kökdə 5-dən 2 dənə olur. Olur belə 9 çıxılsın kök altında 5-in kvadratı üstə gələk və cəmlərindən də 2 dənə olur. Yəni 9 üstə gələk kök altında 5-in kvadratı bərabərdir. Məxrəcləri vururam bir-birinə. A minus B, A plus B, A kvadrat çıxaq B kvadratı verir. Üçüncü düstur. 9'un kvadratı olur 81. Kökdə 5'in kvadratı 5. Buranı düsturla açıram. Olur. Deməli 9'un kvadratı 81 çıxılsın. 9 kökdə 5. 2 misli də əlavə edir. 18 kök altında 5 üstə gələ. Bir dəfə də kökdə 5'in kvadratı 5. Üstə gələ ikincini yazıram. Yenə 9'un kvadratı 81. İkisinin hasili 9 kökdə 5. 2 misli edir. 18 kök altında 5. Üstə gələkdə kökdə 5'in kvadratı 5. 18 kökdə 5'lər islah olundu. 81'dən 5 çıxanda eləyir 76. 81 ilə 81'i toplayıram eləyir. Deməli 162. 5 ilə 5'i toplayıram 10 eləyir 172. İxtisar eləyək, bölək. 4'e bölünür. 4'e bölünür. 76'ın 4'e böləndə 19. 172'ni də 4'e böləndə olur 43. Yəni 19'da 43. Baxaq 42-ci suala. İntervallardan hansına daxildir deyir bizə ədəd. Kökdə 8'i biz 4 vurulsun kök altında 4 vurulsun 2 kimi yazarıq. 4'dən kök çıxar, onlar 2 kökdə 2. İndi sonra yazarıq ki 2 kök altında 2. Yuxarıda da var 3 kök altında 2. Və məxrəcdə də var 2 kök altında 2. Demək ki 2 köklə 2'lər ixtisar gedir. Xeyr, yuxarı toplanır olur 5 kök altında 2. Aşağıda 2 kökdə 2. 2 kökdə 2'lər ixtisar getdi. 5 bölünsün 2 olur bizdə 2 tam 10'da 5. Yəni nə olacaq? 2 ilə 3'ün arasında olacaq A variantı. Baxırıq 43-cü suala. 43-cü sualda eynən 42 kimidir. Yazaq. 12'ni kök altında 4 vurulsun 3 yazıram. 4'dən kök çıxır. Olur 2 kök altında 3. Sonra bu tərəfdə də 3 kök altında 3. Aşağıda da 3 kök altında 3. Bizdə məxrəcdə olur 3 kök altında 3. Sürətlər də toplanır olur 5 kök altında 3. Kökdə 3'lər getdi. 3'də 5. 3'də 5 nə deməkdir? 1 tam 3'də 2 deməkdir. Yəni olacaq 1 ilə 2 arasında olur.
Baxırıq 44-cü suala. 44-cü sualda deməli bu kökdən çıxır. Lakin bir dənə məsələ var. Nədir o? Nədir o? Köklə kvadrat gedir. Lakin mütləq hər bir kök dedik ki, içərisi mütləq modulda yazılmalıdır. Kökdə 5, kökdə 5-dir. Bu kök altında 5-dir. 9 da kök altında 81-dir. Kökdə 5-dən kökdə 81 çıxanda demin 76 eləyir, eləmir. Sadəcə cavab mənfi alınır. Yəni modulun içərisi mənfidir. Ona görə biz modulda nədədir çıxanda müsbət yaratmaq üçün böyükdən kiçiyi çıxırıq. 9 çıxılsın kök altında 5 deyir ki, hansı iki qonşu tam ədəd arasında yerləşir? 9 çıxılsın kökdə 5-dən təqribi alınır. Deməli, kökdə 5-dən təqribi mənfi variantları götürməyəcək. Çünki kökdən müsbət alınır modul söhbətinə görə. Kökdə 5-dən təqribi çıxır 2 tam nə qədərsə. Misal üçün 2 tam onda 1 ya 2 tam onda 3. 9-dan 2 tam onda 3 də çıxanda eləyir 6 tam onda 7. 6 tam onda 7 ya bura 2 yazsam 6 tam onda 8. Yəni bunun tam hissəsi 6 tamdır. Deməli, nə olacaq? 6 ilə 7 arasında D variantı. 45-ə baxaq. 45 də eynən 44 kimidir. Baxa bilərsiniz təkrar 44-də. Deməli, dedik ki, belə bir ifadələrdə nəticə alındıqda köklə kvadrat gedir, lakin mütləq modulda yazılmalıdır və baxmalıyıq biz. Kök altında 3, 7 də kök altında 49-dur. Kökdə 3-dən kökdə 49 çıxanda deməyin ki, mənfi 46 ilə etmir. Ayrı-ayrı köklər çıxmaq olmaz. Lakin nəticə mənfi alınır. Və demişdik ki, modulun içərisi mənfi olarsa biz bunu müsbətləşdirməliyik. Ona görə 7 çıxılsın kök altında 3 olmalıdır. Bir dənə bitirirəm. 7 çıxılsın kök altında 3. 7 çıxılsın. Kökdə 3 üstdən təqribi alınır. 1 tam nə qədərsə, misal üçün 2. 7-dən 1 tam onda 2 çıxanda da eləyir 5 tam onda 8. Bu da nədir? 5 ilə 6-nın arasındadır. Yəni, baxırıq 46-cı suala. Deməli, 46-da deyir ki, deməli, 46-cı sualda deyir ki, A mənfidir, yəni 0-dan kiçikdir, B isə müsbətdir. Məsələn, A mənfi 1-dir, B müsbət 2-dir deyə düşünək. Bizə kök altında A çıxılsın B-nin kvadratı verir. Bu mütləq modulda A minus B yazılmalıdır. Plus 25A 5A kimi yazılır. Bu da mütləq modulda yazılmalıdır. Kökdən çıxdıqda 5A kimi. Arxasıca A mənfidir. Məsələn, mənfi 1 çıxılsın, B-də 2-dir. Burada da A mənfidir. Baxıram ki, birinci modulun içərisi də mənfidir, mənfi 3. İkinci modulun da içərisi mənfidir. Belə olduğu təqdirdə bizdə A minus B mənfi verirsə, mən bunu müsbətləşdirməliyəm. Yəni, B minus A yazmalıyam. Plus 5A əgər mənfi verirsə, mən bunu müsbətləşdirib qarşısına mənfi 5A kimi yazmalıyam. İndi burada B çıxılsın, A çıxılsın 5A bərabərdir. B çıxılsın 6A. Doğru cavab olur C variantı. Baxırıq 47-ci suala. 47-ci sualda A yenə mənfidir, yəni mənfi 1-dir, B isə 2-dir. Bizdə kökdən modulda çıxır, nəticə alınır modulda A minus B plus. Digərində 2A alınır, lakin bunu da mütləq modulda yazmalıyım. Bizdə A mənfidir, yəni A mənfi 1 çıxılsın B 2-dir, mənfi 3 alınır mənfi, modulun içərisi mənfi olur. Digərində də A mənfi 1-dir, vurulduqda mənfi, yenə modulun içərisi olur mənfi. Birinci modulun içərisi mənfidir, bunu müsbətləşdirib B çıxılsın A yazırıq. Üstə gələ 2A mənfidir, bunu da mənfi 2A kimi yazırıq. B mənfi A mənfi 2A olur, mənfi 3A, yəni E variantı. Sonra 48-ci sualda. 48-ci sualda 48-ci sualda deməli burada 11, 22, 3 çıxılsın 2. Gəlin hələ ki belə bir şey eləyək. Birincini saxlayaq. İkincini belə yazaq. Kök altında 3, üstə gələ kök altında 2, 22-ni üstü 2
və üstü 11 kimi yazaq. Çünki 2 ilə 11-in hasılı 22 verir. Mən də birinci bu ifadəni kvadrata yüksəldib üstünə 11 yazdım. Bərabərdir. Kökdə 3-ün kvadratı 3, kökdə 2-nin kvadratı 2. Sonra ikincisinin hasılı kökdə 6 və üstə gələ 2 misli də 2 kökdə 6. Elə bil ki, birincinin kvadratı 3, ikincinin kvadratı və hasillərinin 2 misli də yazırıq ortada. Bunların üstündə də olacaq 11. 11. İndi baxıram, birincini yazıram. Olur kök altında 24 çıxılsın 5'in üstündə 11 vurulsun. İkincini hesablayıram. 2 kökdə 6 da bizdə elə kök altında 24'dür. Çünki kök altında 2 daxil olur 4, 6 olur kök altında 24. 3 ilə 2 də toplanır. Üstə gəlir 5, üstündə də 11. Mən bunun ikisini 11'i yazıb 11'dən əlavə üstünə 11 yazıb ikisini hesablaya bilərəm. Yəni yazaram ki, kök altında 24'ün kvadratı olacaq 24. Kök altında 5'in kvadratı olacaq 5'in kvadratı olacaq 25 üstünə 11. 24'dən A minus B, A plus B kimi yazırıq da. Bunu 3-cü düstur kimi. Üstündə 11. Səhv yazdım. 24'dən 25 çıxanda -1 verir. -1'in üstündə də tək ədəd yenə olacaq -1. Baxırıq 49-cu sual. 49-cu sual. Əgər burada böyük kök işarəsi olmasaydı biz ortaq məxrəc eləyərdik. Hansı köklərdən söhbət gedir? Burada var ya, bir dənə böyük kök var, bir dənə böyük kök var. O olmasaydı ortaq məxrəc eləyəcəkdik. O olduğu üçün ortaq məxrəc eləyə bilmirik. Ona görə nə edirik? Ayrı-ayrı baxırıq. Bu kökə ayrı baxıram. O kökə ayrı baxıram. Yazıram kök altında, uzadıram. Kökdə 7 plus birinci məxrəci yazıram. Kökdə 7 çıxılsın kök altında 6. Məxrəci vururam bunun müsbətinə. Kökdə 7 üstə gələ kökdə 6. Sözüm varsa söndürüm. Burada da kökdə 7 üstə gələ kökdə 6 var idi zaten. Birini də vururam. Olur kökdə 7 üstə gələ kökdə 6. Bərabərdir. Yuxarıda olur kökdə 7 üstə gələ kökdə 6'nın kvadratı. Aşağıda da olur kökdə 7'nin kvadratı 7 çıxılsın kökdə 6'nın kvadratı 6. 7 6 çıx 7 çıx 6 1 verir. Bizdə də köklə kvadrat gedir. Birincidə alınır kökdə 7 üstə gələ kök altında 6. İndi keçirəm ikinci kökü hesablamağa. İkinci kökü hesablayanda da yine kök yazıram. Kəsir uzadıram. Məxrəci kökdə 7 plus kök altında 6'dır. Mən bunu vururam mənfisinə. Yəni kökdə 7 çıxılsın kök altında 6'ya. Məxrəc kökdə 7 çıxaq kökdə 6'dır. Sürət. Elə kökdə 7 çıxaq kökdə 6'dır. Sürət. Bunu təzədən mənfisinə vururam. Olur kökdə 7 çıxılsın kökdə 6. Bərabərdir. Deməli kök yuxarı olur kökdə 7 çıxılsın kökdə 6'dan 2 dənə, yəni kvadratı. Aşağı da olur kökdə 7 kökdə 6'nın hasilləri yenə 7 çıxılsın 6. 7'dən 6 çıxıram 1. Köklə kvadrat da gedir. Bu da olur kökdə 7 çıxılsın kökdə 6. İndi yazaq. Birinci kökün nəticəsini yazıram. Kökdə 7 üstə gələ kök altında 6. Ortada çıxma işarəsi. İkinci kökün nəticəsini yazıram. Kökdə 7 çıxılsın kök altında 6 bərabərdir. Kök altında 7 üstə gələ kök altında 6 mənfi təsir eləyir. Mənfi kökdə 7 o birisinə də təsir eləyir. Üstə gələ kökdə 6. Kökdə 7'lər getdi və nəticədə alınır 2 dənə kök altında 6, yəni variant. Baxırıq. Bu sual. Deməli 12 12'ni 4 vurulsun 3 yazıram. 4'dən kök çıxır. Olur 1 bölünsün. 4'dən 2 kök çıxır. 3 qalır içəridə. Üstə gəlir. 27'ni 9 vurulsun 3 yazıram. 9'dan kök çıxır. 3 qalır içəridə. Olur 3 kökdə 3. Çıxılsın 5 kök altında 2. Onda 1. Birinci olur 5 kökdə 3. 5'i vuruq çıxartsam olur kökdə 3 çıxılsın kök altında 2. Toplandı 5 kökdə 3. 5'i də vuruq çıxartdım qaldı belə. Birinci kəsir belə. Sonra baxıram ikinci kəsirə. Yəni bu kəsirə. Bu kəsirə baxıram.
Yine saxlayıram 1, kök altında 3 yazıram, üstə gəlir. 48'i 16 vurulsun 3 yazıram. 16'dan çıxır 4. Bu da kök altında 3, üstə gəlir 5, kök altında 2 bərabərdir 1. Toplanır 5 kökdə 3. 5'i də vuruq çıxartsam olur kök altında 3, üstə gəlir kök altında 2. İndi nə edirəm? Bunu başlayıram bir dənə kökdə yazmağa. Deməli, yazıram birincini. Birinci olur 5 kök altında 3 çıxılsın kök altında 2 çıxılsın. Burada 1 5 kök altında 3 üstə gəlir kök altında 2 sonra çıxılsın 4 5 kök altında 2 bərabərdir. Ortaq məxrəc belə deyək də hamısında 5 var. 5 yazaq. Sonra yazaq kök altında 3 çıxılsın kök altında 2. Sonra yazaq kök altında 3 üstə gələk kök altında 2. Əlavə də yazaq. Bir dənə burada kök altında 2 var. Həmən kök altında 2. Lap istəyirsiniz bunu saxlayaq. Ən axırda əlavə eləyərik ki, çox qarışmasın bizdə. Onu saxlayıram. İkisinə yazıram hələ ki, çünki sadələşəcək misal onsuz da. Hələ ki ikisinə baxıram. Misalımız sadələşəcək. Deməli, birinci ilə ikincinin ortaq məxrəci götürmüşəm. Deməli, ümumi məxrəc budur. Birinci kəsirdə 5 var. Kökdə 3 çıxıb kökdə 2 var. Deməli, vurmalıyam. Kök altında 3, üstə gəlir kök altında 2'yə. İkinci kəsirdə 5 var. Kökdə 3 üstə gəlir kökdə 2 də var. Yoxdur kökdə 3 çıxıb ki, bunu da vurmalıyam. Kök altında 3 çıxılsın kök altında 2'yə. Birincini yazıram. Kök altında 3 üstə gəlir kök altında 2. Mənfi təsir eləyir bura. Olacaq mənfi kök altında 3. Üstə gəlir kök altında 2. Kökdə 3'də getdim. Davam eləyirəm. Yuxarıda olur. 2 dənə kök altında 2. 2 kökdə 2. Burada da kökdə 3 çıxıb kökdə 2. Kökdə 3'ün kvadratı 3. Kökdə 2'nin kvadratı 2 verir 1. Qalır elə aşağıda 5. Çıxılsın. Burada da 4. 5 kök altında 2 bərabərdir. Ortaq məxrəc eləyirəm 5 kök altında 2. 5 kökdə 2'ni 5'ə böləndə qalır kök altında 2. 5 kökdə 2'ni 5 kökdə 2'yə böləndə qalır 1. 2 kökdə 2'ni kökdə 2'yə vuranda eləyir 4. Kökdə 2'ni kökdə 2'yə vuruq 2. Əlavə 2'yə vururuq 4. Çıxılsın 4. Sürət eləyir 0. Ümumi kəsirdə eləyir 0. Elə ifadənin cavabı bərabər olur 0. 50'dən 10 dənə qalıb. Davam eləyək 10 dənədir. Buranı təmizləyim. Baxırıq 51-ci suala. 51-ci sualda 50 kimi eləyəcək. Necə? Qarışmasın deyib axırıncı kəsiri saxlayıram. Başlayıram yazmağa. Deməli, 5 kökdə 3. 18'i 9 vuraq 2 yazıram. 8'i də 4 vuraq 2 yazıram. Gəl eləyib, biraz sərgəl olsun. 18'i 9 vuraq 2 kimi yazıram. Deməli, belə olur. 1, 5 kök altında 3 çıxılsın. 9'dan 3 alınır. 2 qalır içəridə. Yəni 3 kök altında 2. Arxa üstə çıxılsın. Kökdə 8'i də 4 vuraq 2 yazıram. 4'dən 2 alınır. Bu da 2 kök altında 2. Bərabərdir. Yazıram 1. 5 kökdə 3. Bunlar da toplanır 5 kökdə 2. 5'i vuruq çıxardanda olur kökdə 3 çıxılsın. Kök altında 2. Bu belə. Baxıram sonra ikinciyə. İkinci kəsirəm. İkinci kəsirdə də deməli yazıram sürət 1. 27'ni 9 vurulsun 3 yazıram. 9'dan 3 alınır. O birisi 3 qalır içəridə. Üstə gəlir. 12'ni 4 vurulsun 2 yazıram. 4'dən 2 alınır. 2 qalır içəridə. Üstə gəlir 5 kök altında 2. 12'ni 4 vurulsun 3 yazıram. Bu da olur 3 bərabərdir. Ortaq məxrəc 1. 2 kökdə 3 ilə 3 kökdə 3 toplanır 5 kökdə 3. 5'i də vuruq çıxardıram. Olur kök altında 3. Üstə gəlir kök altında 2. Dedik 3-cü kəsiri saxlayırıq. Qalanların olduğu kimi yazırıq. Yazıram olduğu kimi 1. Deməli bu 5 kök altında 3 çıxılsın kök altında 2'dir. Çıxılsın. O birisi də 1. 5 kök altında 3. Üstə gəlir kök altında 2'dir. Ortaq məxrəc eləyirəm. Ortaq məxrəc 5. Kök altında 3 çıxılsın kök altında 2 yazıram. Burada da kök altında 3. Üstə gəlir kök altında 2 yazıram.
Sonra deməli, birinci kəsrin məxrəcində 5 var, kökdə 3 çıxar, kökdə 2 var. Cəmi yoxdur. Yazıram kök altında 3 üstə gələ, kök altında 2. İkinci kəsirdə də 5 var, kökdə 3 üstə gələ, kökdə 2 var, lakin çıxması yoxdur burada. Ona görə bunu da vururam, kök altında 3 çıxılsın, kök altında 2. Vuranda, yazanda sürət olur, kök altında 3 üstə gələ, kök altında 2. Digərinə mənfi təsir edir. Olur, mənfi kök altında 3 üstə gələ, kök altında 2. Kökdə 3-də gedir, qalır bizdə belə. Yuxarıda kökdə 2'lər toplanır, olur 2 dənə kökdə 2. Aşağıda 5. Kökdə 3 kökdə 2'yə vuranda kökdə 3'ün kvadratı 3, kökdə 2'nin kvadratı elə 2, 1 verir. Digərində məxrəcini köçürdürəm. Digərin məxrəci də 4'dür. Yazıram 4. 4. Ortaq məxrəc eləyirəm. 5 kök altında 2. 5 kökdə 2'ni 5'ə böləndə qalır kökdə 2. Vurulur, verir 4. 5 kökdə 2'ni 5 kökdə 2'yə böləndə qalır 1. Bu da 4. Elə bərabər olur 0'a. Surət 0. Cavab da eləyir 0. 52-ci suala baxırıq. 52-ci sualda baxın diqqət edin, hamısının məxrəci 10'dadır. Yəni yazsam kök altında olacaq 10'da 9. Üstə gələ yazsam kök altında olacaq 10'da 25. Yenə yazsam kök altında 10'da olacaq 144. Bərabərdir. Hamısında kökdə 10'u məxrəc saxlasam surətlərdən kök alınır. Kökdə 9'dan alınır 3, kökdə 25'dən alınır 5, kökdə 144'dən alınır 12. Kök altında 10, bu da 20 deməkdir. İndi 20'ni kökdə 10'a bölmək istəyirəmsə mən, deməli 20 məxrəci aşağını yuxarını vururam qoşmasına, vururam kök altında 10'a, yuxarını da vururam kök altında 10'a. Aşağını vuranda eləyir 10, qalır 20 kök altında 10. İxtisar gedir və nəticədə alınır 2 kök altında 10, yəni C variantı. 53-cü sual. 53-cü sual. Diqqət eləsiz, hamısı 10'dadır, 10'da 9'dur, 10'da 36'dır, 3,6'dır. Yazsaq, kəsir kimi kök altında 10'da 9, üstə gələ kök altında 3,6'nı birbaşa 10'da 36 yaza bilərəm. Kök altında bunda 10'da 121 yaza bilərəm. Bərabərdir. Hamısının kökdə 10 olaraq məxrəcini götürsək, 9'dan kök alınır 3, 36'dan alınır 6, 121'den alınır 11. Surət edir 20, kök altında 10, bərabərdir. Aşağını yuxarını qoşmasına vururam. Vururam kökdə 10'a, burada da 20, vururam kökdə 10'a. Bərabərdir 20, kök altında 10, 10, məxrəc eləyir 10. İxtisar gedəndə də alınır yenə cavab 2 kökdə 10. Yenə ona görə deyirəm ki, 52'də də cavab 2 kökdə 10 alınmışdır. Baxırıq 54-cü suala. 54-cü sualda. Deyir ki, 54-cü sualda ifadələrdən deyir hansının qiyməti irrasionaldır. Gəlin belə qoşmasına vuraq. Kəsri vurum qoşmasına, yəni müsbətinə. Belə yazaq da kök altında 5 üstə gələk 1 bölək 2 çıxılsın kök altında 5. Bunun sürətini məxrəcini vururam müsbətinə 2 plus kök altında 5 qoşmasına. Buranı da vururam 2 plus kök altında 5 olur. Bərabərdir kök altında 5. 2'nin kvadratı 4, kökdə 5'in kvadratı 5 verir mənfi 1. Mənfi təsir eləyəndə bu ifadəyə olur çıxılsın 2, çıxılsın kök altında 5. Kökdə 5'lər gedir. A'nın nəticəsi olur 2. İndi B'yə baxaq. B'də də yenə kökdəni saxlayıb vururam qoşmasına. Yəni olur kök altında 3 çıxılsın 1. Bu da 2 çıxılsın kök altında 3. Aşağını yuxarını vururam müsbətinə olur 2 üstə gələ kök altında 3. Bu da olur 2 üstə gələ kök altında 3. 2 üstə gələ kökdə 3. 2'nin kvadratı 4. 3'ün kvadratı 3 verir 1. Deməli bura oldu 1. Olacaq kökdə 3. Mənfi təsir eləyəcək. Mənfi 2 çıxılsın kökdə 3. Kökdə 3'lər getdi.
Bu ifadə də -2 deməkdir. Digərinə baxaq. Digərində vuraq qoşmasına. Qoşması. Kök altında 10 qalır. Üstə gələk. Burada da 1. Kök altında 10 çıxılsın 3. Bunu da vururam qoşmasına. Kök altında 10. Üstə gələk 3. Və kök altında 10. Üstə gələk 3. Məxrəc bizdə verir 3-cü düstur. Kök altında 10'un kvadratı 10. Kök altında 3'ün kvadratı 9. Verir 1. Deməli məxrəc verir 1. Olur kök altında 10. Sürəti olduğu kimi yazıram. Üstə gələk kök altında 10, üstə gələk 3. Toplandıqda olur 2 kök altında 10, üstə gələk 3. Bizdə deyir irrasionaldır. Baxın, A rasionaldır 2'dir, B rasionaldır -2'dir. C isə irrasionaldır. Doğru cavab olur E variantı. 55-ci sual. 55-ci sualda 54 kimidir. Nə edirsiniz? Məxrəci irrasionallıqdan azad edirik. Deməli, A-nı yazırıq. Kök altında 11, üstə gələ 2. Bizdə 3 çıxılsın kök altında 11'dir. Vururam müsbətinə. 3 üstə gələ kök altında 11. Yuxarında vururam. Olur 3 üstə gələ kök altında 11. Məxrəc 3'ün kvadratı 9, kökdə 11'in kvadratı 11 verir -2. 2'lər ixtisar gedir. Olur belə. Kök altında 11 mənfi təsir eləyəcək. Çıxılsın 3, çıxılsın kök altında 11'lər getdi. Deməli, A-da olur -3. Sonra baxaq B-yə. B-ni də bu formada özünüz yazmağa çalışın. Sonra baxın izahına. B-də kök altında 10 qalır. Çıxılsın 1. Bu da kök altında 10. Çıxılsın 3'dür. Vururam müsbətinə. Olur kök altında 10. Üstə gələk 3. Bu da olur kök altında 10. Üstə gələk 3. Məxrəc bizdə kökdə 10'un kvadratı 10, 3'ün kvadratı 9, olur 1, yəni məxrəc 1'dir. Olur kök altında 10, mənfi təsir edir. Bura olur çıxılsın kök altında 10, çıxılsın 3. Kökdə 10'lar getdi, alınır -3. Desən yenə C-də olacaq irrasional. Baxaq yenə də C-yə də. Bayaqkini yazmamışsa bu dəfə özünüz yazmağa çalışın. Kök altında 6, üstə gələk 2. Burada da kök altında 6, üstə gələk 2. Vururam. Qoşmasına kök altında 6 çıxılsın 2. Kök altında 6 çıxılsın 2. Kökdə 6 çıxılsın 2'yə bax. Kökdə 6'nın kvadratı 6, 2'nin kvadratı 4. 6 çıx 4 bizə verir nə? 6 çıx 4 bizə verir 2. O 2 ilə bu 2 ixtisar gedir. Qalır kök altında 6 üstə gələk. Sadəcə bu möhtərizə. Kök altında 6 çıxılsın 2. Toplayanda eləyir 2 kökdə 6 çıxılsın 2. Deməli, A rasionaldır. B də rasionaldır. Belə deyək də Q rasional. Və sadəcə C qalır irrasionala. Yəni, bizə deyir hansı rasionaldır? A və B doğru cavab olur. A variantı. 56-cı sual. Deməli, 56-da A-nı B ilə ifadə edim. Gəlin birinci A-nı vuraq qoşmasına. 2 kəsr xətti çəkirəm. Kök altında 13 çıxılsın kök altında 12. Vururam qoşmasına. Kök altında 13 üstə gəlir kök altında 12. Yuxarında da kök altında 13 üstə gəlir kök altında 12. Kökdə 13 çıxılsın kökdə 12. Kökdə 13'ün kvadratı 13. Kökdə 12'nin kvadratı 12 verir 1. Bura getdi. Bizdə deməli A-nın qiyməti bərabərdir 2. Kök altında 13 üstə gəlib kök altında 12. Bu hələ ki belə dursun. Sonra baxaq B-yə. B-də də ortaq məxrəc eləyirəm 4-ə. Ortaq məxrəc eləyəndə 4-ə 4'ü 4'ə bölürəm. Qalır eləcək kök altında 13 üstə gəlir. 4'ü 2'yə böləndə qalır 2. 4'ü məxrəc 4'ü bölürəm. Məxrəc 2 qalır 2. 2 kökdə 3'dür bizdə. 2 kökdə 3 bərabər kök altında. 2 içəri 4 kimi girir. 4 vurulsun 3 12 demək. Yazıram kök altında 12. Baxın indi. Bu B'dir, bu da A'dır, düzdür? Vursam əgər olacaq belə. Kök altında 13 üstə gəlir kök altında 12 olacaq 4B.
Kök altında 13 üstə gələ kök altında 12. 2 bölünəcək a-ya. Bu da olacaq a bölü 2. Hər ikisi eynidir. Deməli, mən sağları da bərabər eləyərəm. 4b bərabərdir a bölünsün 2. 2 də vurular ora. Onlar a bərabərdir 8b, yəni a var. Baxırıq 57-ci suala. Əliyedidə. Gəlin yuxarıdan bu iki dənədən 2 üstü 6 vuruq çıxardıq. 2 üstü 6-nı vuruq çıxarsam qalacaq 2 üstü 4 üstə gələk 1 çıxılsın 3. Aşağıda da dursun 31. Bərabərdir. Yenə dursun aşağıda 31. 2 üstü 6. Hə. 2 üstü 4 verir 4 4. 16 üstünə 1 gəlirəm. Olur 17 çıxılsın 3. Sonra başqa nə yazmaq olar? Məxrəc 2 üstü 5 çıxılsın 1 də. Bir dəqiqə 2 üstü 5 çıxılsın 1. Olur 31 olsun 33. Üstə gəlir. 2 üstü 6 64. 2 də çıxanda 62. Hə, bu da yaxşıdır. İndi deyəcəm. Bu izah daha qəşəngdir. Gəlib bunu şort üstünə çəkər. 2 üstü 10-u saxlayıram. 2 üstü 10. 3'ü çıxaq 1 kimi yazıram. Üstə gələ 2 üstü 6. Sadələşdirirəm də hesablama üçün. Çıxılsın 2 də qalır burada. 2 üstü 10 çıxaq 1'i. Bir dəfə 2 üstü 5 çıxılsın 1 yazıram. Kvadratı da axı. 2 üstü 10 da 2 üstü 5'in kvadratıdır. Çıxılsın 1'in kvadratı. Bir dəfə 2 üstü 5 çıxılsın 1. Bir dəfə 2 üstü 5 üstə gələk 1 yazıram. Üstə gələ 2 üstü 6 64 verir. Çıxılsın 2. Yəni deyəcəm. Aşağıda da 31. Sonra yine aşağıda 31. 2 üstü 5 32'dir. 1 çıxanda olur 31. 2 üstü 5 32'dir. 1 gələndə olur 33. 64'dən də 2 çıxanda bu da verir 62. Bərabərdir 31. Yuxarıda 31'i vuruq çıxarsam 31'i vuruq çıxardıram qalır 33. 62'yi 31'e bölürəm olur 2. 31'lər gedir. Kök altında qalır 35. Bir də baxın izah. 58'e baxaq. 58. 32'ni 16 vurulsun 2 yazıram. 16'dan kök alınır 4. 3 4. Eləyir 12 kök altında 2 üstə gələr. 18'i də 9 vurulsun 2 kimi yazıram. 9 vurulsun 2 yazıram. 9'dan alınır 3. Yine 3 4. Bu da olur 12 kök altında 2. Arxası da vuraq kök altında 2 bərabərdir. Toplayanda eləyir 24 kök altında 2 vurulsun kök altında 2. Kökdə 2'ləri bir-birinə vuranda 2. 24'ü də 2'yə vuranda olur 48. Cavab da olur 48. 59. Kəsirin tam hissəsini tapdıqda neyini hər birini kökdə yazmaq lazımdır. Yəni 4 kök altında 3 bərabər kökdə 4 içəri daxil olsun. 2 dənə 4 kimi 3 onu qarşılasın. Olur 48. 48 kök altında 36 ilə kök altında 49 arasındadır. Yəni 6 ilə 7 arasında. Deməli kökdə 48'də alınacaq təqribi 6 tam nə qədərsə tam hissəsi də olacaq 6. Məsələn, gəlin baxın kökdə 5 kökdə 2'yə. 5 kökdə 2. 5'i yazıram 2 dəfə içəridə vuraq 2. Bu da verir kök altında 50. Baxıram kök altında 50, kök altında 49'dan böyük, kök altında 64'dən kiçikdir. Yəni nədir? 7 ilə 8 arasındadır. Yəni kök altında 50 olur 7 tam nə qədərsə, tam hissəsi də olur 7. Baxırıq 61-ci sonuncu suala. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Səhv kabala dedim.
5 ilə 9 arasındadır. Məsələn 8-dir. Bundan əlavə köklə kvadrat gedir, alınır modulda x çıxılsın 9. Demişdik modulda yazılır. Köklə kvadrat gedir, alınır x plus 5. Əgər 8 olarsa 8 çıxılsın 9 birinci modul olacaq mənfi. 8 plus 5 ikinci modul olacaq müsbət. Əgər modul daxili ifadə mənfidirsə biz bunu müsbətləşdirməliyik. Yerini dəyişib çıxardırıq. Modul daxili ifadə müsbətdirsə elə olduğu kimi yazırıq. Burada x-lar gedir və cavab da alınır 14. Bitti mi? Bitti. İkinci mövzunun izahına baxacağıq sonra. 62-63 var. 62-63-də də baxaq var imiş ara. Deməli 62. Yine 5 ilə 9 arasında bir 8 götürəm. Köklə kvadrat gedir, mütləq modulda yazmalıyıq x minus 5. Köklə kvadrat gedir, mütləq modulda yazmalıyıq x çıxılsın 9. Sonra araşdırmalıyıq. X-a 8 qoysam 8 çıxılsın 5 bura olur müsbət. 8 çıxılsın 9 bura olur müsbət. Mənfi. Modul daxili ifadə müsbətdirsə moduldan olduğu kimi çıxır. Mənfidirsə müsbətləşdirməliyik. Yerin dəyişir çıxır. Burada x-lar gedir. Mənfi 5'lə 9 bərabər olur 4'ə. 63-cü sual. AB veya 2 rəqəmli ədədlər üçün AB veya ədədi rasional ədəd olarsa. İndi baxın. Kök altında AB plus B 10A plus B yazıram. Digərini də 10B plus A yazıram. Kök altında. Toplasam kökün altında olur 11A üstə gəlir 11B. Bu da kökün altında 11'i vuruq çıxarsam A plus B. Bizə deyir ki, nəticə rasional alınır. Yəni kök altında 2 dənə vuruq var. 11A plus B. Mən 11'dən kök çıxmır. Amma A plus B'nin yerinə elə rəqəm yazmalıyam ki, burada nəticədə cavab rasional olsun. Yəni ki, rasional ədəd olsun. Ona görə A plus B'nin də qiyməti 11 olmalıdır ki, 11 vur 11 nəticədə 11 rasional alınsın. Deməli bizdə A plus B bərabər olmalıdır 11'ə. A plus B 11 olmalıdır dedikdə, yəni olmalıdır 9, 2, sonra 8, 3 yoxlayacağıq bir dənə. Sonra 7, 4, 6, 5. Bir dənə baxaq. Deməli kökdə 92 ilə 29'un hasili cəmdir burada. Yoxlamağa ehtiyac yoxdur. Cəmdir zaten. Deməli AB ədədi neçə fərqli qiymət alar? 92 alar. Sonra 83 alar. Sonra 74 alar. 65 alar. Və yaxud da bunların tərsi 29 alar. 38 alar. 47 alar. Və ya 56 alar. Deməli 4 belə alar. 4 dənə də yeri dəyişmiş alar. Belə də alar, belə də alar. Ona görə 8 fərqli qiymət ala bilər.